Ya Məhəmməd mənə kömək ol, ya Əli özün mənə ruzi ver, ya Hüseyn mənə övlad ver. Bu cür ifadələr işlətmək olarmı? Amma zəhmət olmasa videoya tam axıra qədər qulaq asın ki, oradan buradan kesilmiş versiyalarını izləyib sonra məni ittiham etməyəsiniz. Mənim məlum videomdan sonra bu barədə geniş müzakirələr açıldı. Çox sayda insanlar, həm də bir sıra din xadimləri söylədiklərimlə razı olsalar da, bir dəstə insan mənimlə razı olmadı. Üstəlik etiraz əlaməti olaraq şərhlərdə ya Əli mədəd yazmağa başladılar. Kimsəyə diktə edə bilmərik ki, elə düşünmə, belə düşün. Kimsə də bizə diktə edə bilməz ki, belə düşünmə, elə düşün. Mənim məqsədim və mövqeyim sadəcə bu olub və indi də budur ki, o cür düşünməyən insanlar da var. Hərə öz düşüncəsində yaşayır. Yeri gəlmişkən, bax bu qardaş da mətləbə soldan belə qəfil girib və adımdan belə foto düzəldib ki, güya mən demişəm, ya Əli demə, sinə vurma və s. Çünki cəmaət demək olar ki, bax bu şəklin nəticəsində mənim barədə demədiklərimi güman ediblər. Bax, əzizlərim, hədis ədəbiyyatı da belə yayılır. Qulaqdan qulağa bir şəkil görüblər və ya nə başa düşdüklərini mənə istinad ediblər. Təkcə bəzi bir sıra istisna adamlardan başqa. Yazırlar ki, izahat ver, dostlar şəkkə düşüb. Rəhməti Hacı Şahin demişkən, bir dəfə də düşməsinlər də olmaz. Gəlin bu mövzunu Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin üzərindən quraq. Ya Məhəmməd deyərkən bu ifadədən 3 məqsəd güdülə bilər. Ya müraciət şüar kimidir ki, ya Muhammed deyirlər, ya Muhammed deyilərkən Allah dərgahında mənim üçün dua et deməkdir ki, buna həm şəfaət, həm təvəssül deyilir. Yaxud ya Muhammed mədəd və ya Muhammed mənə ruzi ver, övlad ver, xəstəmə şəfa ver kimi birbaşa müraciətdir ki, sonda buna toxunacağım həm də alimlərin nəzəri ilə. Şüara gəlincə məsələ aydındır, çox asandır. Məsələn, İbn Kəsir Əl-Bidayə və Nihayə kitabında qeyd edib ki, səhabələrin Riddə müharibəsində şüarı ya Muhammedah idi. Bu döyüş Peyğəmbərin vəfatından sonra baş verib. Döyüşdə Xalid ibn Vəlid olmaqla bir çox səhabələr də iştirak edib. Ya Məhəmməd deməyin burada mənası nədir? Mənası budur ki, Allaha dua etməyinlə bizə dəstək dur. Həmçinin mənası budur ki, səni nə qədər çox sevirəm, ey Məhəmməd. Yəni bir növ şüar, sevgi izharı, motivasiya bildirir. Məsələn, Buxarinin Əl-Ədəbul Mufrad kitabında Əbu Nüeymdən rəvayət olunub ki, Ömər ibn Xəttabın oğlu ayağı keydi, bir nəfər ona dedi ki, ən çox sevdiyin kimsəni yadına sal. O isə dedi ki, ya Muhammed. Bu aydındır ki, bu sadəcə şüar, sevgi izahıdır. Bundan o yana deyil. Üstəlik, hər gün namazlarımızda Peyğəmbərimizə Allahın salamı, rəhməti və bərəkəti olsun sənə, ey Peyğəmbər, deyə müraciət edirik. Yaxşı, ümumiyyətlə Peyğəmbərdən dua istəmək olarmı? Bəqərə 61-də oxuyuruq ki, Bəni İsrail Musa Peyğəmbərə dedi ki, biz bir növ yeməyə dözə bilməyəcəyik, Rəbbinə dua et ki, bizə yerin bitirdiklərindən filan şeylərdən yetişdirsin. Bax, ayədə gördük ki, onlar özləri dua etmədilər, gəldilər Allah Peyğəmbərinin yanına ki, bizim üçün dua et. Maidə 112-114 ayələrdə oxuyuruq ki, həvarilər Həzrət İsa'ya müraciət etdilər ki, bizim üçün dua et. Allah səmadan, göydən bizə süfrəni nazil etsin. Özləri etmədilər, Peyğəmbərə müraciət etdilər, çünki onların həddini aşırdı. Yaxud Yusif surəsi 97-ci ayədə oxuyuruq ki, Həzrət Yusifin qardaşları ataları Həzrət Yaquba müraciət edərək dedilər ki, ey atamız, günahlarımızın bağışlanması üçün Allaha dua et. Niyə özləri təklikdə istəmədilər də Peyğəmbərin yanına gəldilər və ya Həzrət Yusifə də belə bir xahiş ediblər. Yaxud Nisa surəsinin 64-cü ayəsində oxuyuruq və xitab da Həzrət Məhəmməd sallavatullahadır ki, əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəylər və elçi Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, şübhəsiz ki, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər. Deməli, Peyğəmbərə xitab edib Allahdan bir şey istəməsini diləmək Qurana görə nədir? İcazəlidir, hətta buna təşviq də edilir. İndi Tirmizi İbn Macə və Əhməd ibn Həmbəlin müsnədində qeyd edilib ki, bir gün gözləri görməyən bir kişi Həzrət Peyğəmbərin yanına gəlib dedi, Allahdan istə ki, mənə şəfa versin. Allahdan istə ki, sən mənə şəfa versin. Peyğəmbər buyurdu ki, istəyirsən dua edeyim, istəyirsənsə bunu təxirə salım. Yəni, çünki axirət üçün saxlamaq daha xeyirlidir. Kişi dedi ki, xeyr, elə indicə dua et. Peyğəmbər ona dəstəmaz alıb, dəstəmazı gözəl şəkildə yerinə yetirməyi, 2 rükət namaz qılmağı və belə bir dua etməyi əmr etdi ki, Allahım, səndən istəyirəm və sənə rəhmət Peyğəmbərin olan Muhammedlə sallallahu aleyhi və səlləm sənin dərgahına yönəlirəm. Ya Məhəmməd, mən bu hacətimin həlli üçün sənin vasitənlə Rəbbimə yönəldim. Allahım, onun mənim barədə şəfaatçi et. Sual indi verərlər ki, axı bu xitab diriyədir, ölü isə eşitmir.
Gözəl. Salih Peyğəmbər və Samud qövmünün məsələsi var Əraf 79-da. Oxuyuruq ki, Samud qövmü ilahi əzabla məhv edildikdən sonra ki, öldülər. Salih Peyğəmbər onlara xitab etdi. Ey qövmüm, mən Rəbbimin mənə verdiyi mesajı sizə çatdırdım və sizə nəsihət etdim. Lakin siz nəsihət edənləri sevmirsiniz. Ölü eşidir ki, kiminlə danışırdı Salih Peyğəmbər? Həmin surənin 93-cü ayəsində bu səfər Şüeyb Peyğəmbərdən oxuyuruq ki, onun qövmü məhv edildikdən sonra eyni ifadələri işlətdi ki, ey qövmüm, mən Rəbbimin mənə verdiyi mesajı sizə çatdırdım və sizə nəsihət etdim. İndi mən kafir olan bir qövmə necə heyfsilənə bilərəm? Buxari və Müslimin səhihlərində qeyd edilib ki, Həzrət Peyğəmbər Bədir döyüşündən sonra Bədir quyusuna atılan ölülərin başına gəlib onlara xitab etdi ki, ey filan kəs, Rəbbinizin vəd etdiyini haqq olaraq gördünüzmü? Sahabələr soruşdu ki, ölülərlə danışırsan. Peyğəmbər isə dedi ki, onlar məni sizin eşitdiyinizdən daha yaxşı eşidirlər. Hələ mən şəhidlərin Allah dərgahında diri olması və sair ayələrə toxunmuram. Tamam. Bəzi adamların səhvi nədir? Səhv budur ki, Məkkə müşriklərinə, bütpərəstlərə xitab edilən bütlərlə əlaqəli ayələri bax, bununla qarışdırırlar. Bütlərdən istəməyin nə vaxt icazəsi olub, hə? Əgər Peyğəmbərdən sağ ikən dua istəmək caizdirsə, uzaqbaşı öldükdən sonra dua istəmək, diqqətə qulaq asına, dua istəmək əbəs iş olar. Bir şey şirkdirsə, hər vaxt şirkdir. Əgər öldükdən sonra Peyğəmbərə müraciət edib şəfaət istəmək ki, şəfaət ilə dua istəməkdir. Şirkdirsə, sağ ikən də şirk olmalıdır. Öldükdən sonra şirk olmasına dair Qurandan ayə gətirilməlidir ki, bunlar yalnız Peyğəmbər sağ ikən olan dövrə aiddir. Belə bir ayə isə yoxdur. Bütlərlə əlaqəli ayələri Peyğəmbərə qoşmaq ən böyük hörmətsizlik, savadsızlıqdır. Məryəm 87-də oxuyuruq. Ər-Rəhmandan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar. Deməli, şəfaət edənin şəfaəti və şəfaət olunan hər ikisi Allahın izni icazəsi ilə olur. Yoxsa ki, İbrahim Peyğəmbərin Azər üçün, Nuh Peyğəmbərin oğlu üçün etdiyi duanı Allah qəbul etmədi. Gərək hər ikisi Allahın izni ilə olmalıdır. Davam edək. Səhih-i Buxaridə Ənəs bin Malikdən rəvayət olunub ki, insanlar quraqlığa düşdükdə Ömər bin Xəttab, Peyğəmbərin əmisi Abbası bin Əbdülmüttəlibi vasitəçi edərək yağış duası edər və deyərdi, Allahım, biz sənə Peyğəmbərimizlə təvəssül edirdik. Yəni, onun vasitəsilə səndən istəyirdik və sən bizə yağış verirdin. İndi isə Peyğəmbərimizin əmisi ilə sənə təvəssül edirik. Yəni, onun vasitəsilə səndən istəyirik. Bizə yağış nəsib et. Ənəs deyir ki, onlara yağış verilərdi. Yaxşı, bəs ya Muhammed, ya Əli, ya Hüseyin, mənə ruzi, şəfa, övlad ver demək, bu nədir? Mənim əzizlərim, bir qardaş bu mövzuda bir neçə Əhl-i-Beyt alimindən sual edib. Məsələn, dövrümüzün tanınmış Quran müfəssirlərindən biri olan Əllamə Abdullah Cavadi Amunidən həmin qardaş soruşur ki, təvəssülün bir ədəb ərkanı var. Allahdan ruzi və hər şey istəyirik. Bunu Peyğəmbər və Əhl-i-Beytdən də istəyə bilərikmi? Əllamə Cavadi deyir ki, yox. Qeyd edim ki, biz bütün işləri müqəddəs Allahdan istəyirik. Bu birinci prinsipdir. Quran buyurur ki, malik olduğunuz hər bir nemət Allah tərəfindəndir. Hər şeyi yaradan Allahdır və hər şeyin Rəbbi Allahdır. İkinci prinsip isə odur ki, Allah bəzi varlıqlara müəyyən şeyləri bəxş edib. Amma onlar Allahın bəxş etdiyində müstəqil deyirlər. Əşyalara müxtəlif təsirlər verib və hər anda Allah Taala verdiklərini geri ala bilər. Üçüncü prinsip də budur ki, biz hər şeydən ona verilən təsirləri ala bilirik. Bu işi biz hər gün edirik. Tövhidçi insan bu təsirləri Allahın nişanələrindən bilir və deyir, pak Allah mənə bu yol vasitəsilə kömək etdi. Amma kafir təsirin Allahdan olduğunu bilmir və deyir ki, bu təsir həmin şeyin özündəndir. Həmin qardaş sual verir ki, deməli, Peyğəmbər və Əhl-i-Beytindən məsələn ruzi istəyə bilərik? Cavad amili deyir ki, yox. Çünki ruzi Allahın əlindədir. Qardaş sual verdi. Elə onu demək istəyirəm ki, Allahın izni, icazəsi olması şərti ilə ruzi istəyə bilərik? Əllamə Cavadi buyurur ki, bəli, yəni belə deyirik ki, siz Allahdan istəyin, bizə əta etsin. Siz Allahdan istəyin, bizə əta etsin. Qardaş yenə sual verir ki, əgər belə müraciət olmasa, belə deyilsə ki, ya İmam Rıza, mənə ruzi ver. Bu necə? Cavad amili deyir ki, bunu demirik. İndi isə Azərbaycanlı alim Cəfər Sübhani Təbriziyə sual verilir, ona qulaq asa bilərsiniz. Mən təvəssülümdə deyim ki, ya İmam Rıza, Allahdan mənə ruzi istə, yoxsa elə deyim ki, ya İmam Rıza, mənə ruzi ver. Allahdan mənə ruzi istə. Allah sizdən razı. Daha sonra müştehidlərdən olan Vəhid Xurasaninin nümayəndəsinin cavabı bax belədir. Yenə də qardaş sual verir ki, biz imamlara müraciət edəndə necə gəldi edə bilərik, yoxsa müəyyən bir qaydası var? Məsələn, İmam Rızaya ya İmam Rıza mənə ruzi ver, pul ver deyim, yoxsa ya İmam Rıza mənə Allahdan istədiyim
alim cavab verir ki, ikincisinidir. Yəni ya İmam Rıza, Allahdan mənim üçün istə. Deməli, onlardan birbaşa istəmək və belə düşünmək ki, Allah müəyyən işləri onların öhdəsinə qoyub, onlar bu işdə müstəqildirlər, onlar istədikləri adama ruzi verərlər, istədikləri adama şəfa verərlər və s. Məsələlərə gəlincə isə düzgün bir şey deyil.